filarmoniya pozulmuşdu. Hələ mən getməmişdən qabaq. Niyə? Siyavuş getmişdi Milli Dram Teatrına. Siyavuş getmişdi artıq Milli Dram Teatrına. Nəyə ki, səbəb olmuş ki, bu 3 nəfər? Yox, bu Siyavuş getmişdi, o səbəbsiz zadsız. Çünki Siyavuşun çox böyük həvəsi var idi. Milli Dram Teatrında işləməyə, neynəməyə. O vaxt getdi, biz ikimiz qalmışdıq Nəsibə xanımla. Əlbəttə, cavanlar da vardı, cavanlar da yetirirdi, cavanlar da kömək edirdi. İndi hər halda biz ikimiz çıxış edə bilməzdik ki, bizim o yan yörəmiz, o qarnerimiz olmalıydı. Əlbəttə, heç kim istəməz ki, illərlə bir-birinə birləşən, bir-birini səhnədə yarım sözdən başa düşən insanlar dağılsın, pərəm-pərəm düşsün, nə olsun.